Salam dostlar, necəsiniz? Mən bugün sizlərlə birlikdə 2026-cı ildə partizanımızı partişləri göstərəcəm. Partişini seçirəm. Yaxın zamanlarda inşallah partisi seçəcəm. Yəni, başladıq. Yenə bunlar. Bunlardan dedim ki, keçən bölümdə çoxalacağam, amma çoxalda bilmədim. Çünki bəzi paketləri aldım, bunları mütləq çoxalacağım. Bunun var, sadəcə almaq qalıb. Bunlar çoxalacağım, bunlar biz sizə böyle düzey. Sonra getdik. Birincisi dostlar, Mamba 2 hər birinin qiymətini deyəcəm. Bunu səhv eləmirəmsə 3.50-yə almışdım. Böyle qoyaq şeydir. Daha sonra Explosive. Bunu da düz bilirəmsə, yox, bunu mənə pay vermişlər. Böyle qoyaq. Daha sonra dostlar Crazy Robots. Bundan 2 dənə olmalıdır. Bu daha. Bundan 2 dənədir. Bunu mən səhvən 2 dənə almışdım. Bu balacadır da bu. Bunun öz qiyməti 2 manatdır. Bunlar da belə. Bunu da belə qoyaq. Daha sonra TP 2000. Bunun qiyməti yanında deyil. Səhv eləmirəmsə 3 manat idi. Bunu da qoyaq bura. Daha sonra ən yekələrə gəldik. Dəqiqə. Bunu göstərmişdim. Bu da çox güclüdür. Black Tiger yazır. Bunu 4 manat almışım. Bu da çox gözəl şey oxşuyur. Şimdi partladan da biləcəyik. Dostlar, bir də unutmadan deyim ki, kanala abone olup like atmayı unutmayın. İşte göstərək. Bunlardır. Baxın, bir də Zenga. Bu Zenga təzə çıxıb. Səhv eləmirəmsə orijinaldır. Bunu bahaya almışdım. Çox qəşəngdir, belə fitili zadı. Belə çox qəşəng şey oxşuyur. Bunu da qoyaq. Və son olaraq ən böyüyü Ko 2010. Çox böyük dostlar, arada nəsə göstərim. Belə bir şeydir, çox böyüdür. Çox qəşəng partlayacaq. Burasında yazır. 292 də gedir. Hələ yazıb. Bunu da qoyaq bura. Sonra bir də unutmadan deyim ki, kanala abone olup like atmayı unutmayın. Part 2 idi. Part 3'də siz izləyəndə %100 mən bunları çoxalacağım. Bunu da görəcəksiniz. Bunları çoxalacağım. Bir tane de bir şey olmalıydı burada. Evet, bir bunlar var. Sıraktırdır. Bunu biraz işletmişim hemen. Bildiğimiz sıraklı da. Bunu da koyaq. Bunu da hara koyaq. Bunu da belə koyaq. Sonra o pişib bulardı. Məncə yaxşıdır da belə. Əlimə pul düşdükcə az alıram. Bunları çoxaldacağım. Bundan yeni ilə qədər 2 paska yaxud da 1 paska falan almağı fikirləşirəm. Sonra videomuz bura qədər idi. Daha da deyirəm, kanala abone olup like atmayı unutmayın. Sağ olun, salamat qalın.